xəbər oxudum. Anar Cəlilov. Anar Cəlilov da son vaxtlar müğənnilik edir də. Röya Ayxanın həyat yoldaşı, sabiq, keçmiş Hüseynin atası. Açığı inanmağım gəlmədi. Xəbərdə yazılıb ki, Anar Cəlilov aliment verməkdən imtina edib. İmtina, yəni belə deyək də, sadə dildə qaçır. Və birinci evliliyindən 3 uşağı var, 3 evladı var. Artıq deyir uzun, belə deyək də, lap 1 ay, 2 ay verməyəndə, ödəməyəndə alimenti deyir ki, uzun müddətdir də. Təbii ki, indi qarşı tərəf iddia qaldırıb da, Anar Cəlilov niyə alimenti ödəmir? Müğənni Anar Cəlilov və Röyanın, Ayxanın keçmiş həyat yoldaşı. Amma mən buna inanmıram. Anar, sizin o qədər gözəl simanız var, siz o qədər şirinsiniz, o qədər gözəlsiniz. Mən düşünürəm ki, siz ola bilərmi öz evladlarınızı sevməyəsiniz, onlara qayğı göstərməyəsiniz, belə deyim də, alimentlərini gecikdirəsiniz, ümumiyyətlə verməyəsiniz. Mənim üçün maraqlıdır, Anar. Röya Ayxan sizdən aliment istəyib, Hüseynçi. Əgər o tələb etsə, siz onun da alimentini bax belə edəcəkdiniz. Artıq Hüseynin bəlli yaşı var da, keçib aliment vaxtından. Yəni belə edərdinizmi? Mənim üçün maraqlıdır. Mən düşünürəm, Röya heç vaxt sizdən aliment tələb etməyib. Bundan sonradakı artıq gecdir. Abla tövsiyəsi Anar Cəlilova. İstəyir adamın 40 uşağı olsun, hamıya eyni baxmaq lazımdır. Hamını eyni sevmək lazımdır.